Oğlaq Bürcü 28 Mart 2026 Oğlaq Bürcünün günlük proqnozu. Bugün Oğlaqlar üçün hadisələrə daha sakit və düşüncəli yanaşmaq önəmli olacaq. Gün ərzində bəzi xırda dəyişikliklər və ya gözlənilməz məqamlar ortaya çıxa bilər, amma bunlar səni narahat etməkdən çox biraz dayanıb düşünməyə vadar edəcək. Tələsmədən hərəkət etmək, hər addımı əvvəlcədən götür-qoy etmək günün daha rahat keçməsinə kömək edəcək. Öz hissəsini dinləmək və hisslərinə güvənmək düzgün qərarlar verməyində sənə dəstək olacaq. İnsanlarla münasibətlərdə bugün daha həssas və diqqətli olmaq faydalıdır. Bəzi söhbətlərdə anlaşılmazlıq yarana bilər, amma səbirli və sakit yanaşma ilə bunu asanlıqla həll etmək mümkündür. Qarşı tərəfi dinləmək, sözünü kəsmədən fikirlərini anlamağa çalışmaq münasibətlərdə yumşaqlıq yaradacaq. Səmimi və açıq ünsiyyət isə aradakı gərginliyi azaltmağa kömək edəcək. Yaxın çevrəndən gələn kiçik diqqət və dəstək səni ruhən daha rahat hiss etdirə bilər. Bugün həm də özünlə baş-başa qalmaq və düşüncələrini toparlamaq üçün yaxşı zamandır. Son zamanlar baş verənləri nəzərdən keçirmək, nələrin sənə yaxşı təsir etdiyini, nələrin isə artıq sənə uyğun olmadığını anlamağa çalışmaq faydalı olacaq. Keçmişdə qalan bəzi məsələləri buraxmaq və onları çox düşünməmək sənə yüngüllük gətirə bilər. Hər şeyi birdən dəyişmək əvəzinə kiçik və sabit addımlarla irəliləmək daha doğru seçim olacaq. Günün ümumi enerjisi sakit və bir qədər ağır görünə bilər, amma bu əslində sənə özünü toparlamaq üçün verilmiş bir fürsətdir. Öz tempini qorumaq, özünü yormamaq və ehtiyac olduqda dincəlmək vacibdir. Tələsmədən öz ritminlə hərəkət etdikcə gün daha rahat və ahəngdar keçəcək. Bugünün mesajı: səbirli ol, özünü dinlə və hər şeyin zamanla daha aydın hala gələcəyinə inan. Dolça Bürcü 28 Mart 2026 Dolça Bürcünün günlük proqnozu. Bugün dolçalar üçün biraz yavaşlamaq və baş verənləri daha dərindən anlamağa çalışmaq önəmli olacaq. Gün ərzində qarşılaşdığın bəzi hadisələr səni düşünməyə vadar edə bilər və bəlkə də əvvəllər fərq etmədiyin məqamları görməyə başlayacaqsan. Hər şeyə dərhal reaksiya vermək əvəzinə bir qədər gözləmək və müşahidə etmək daha düzgün qərarlar verməyinə kömək edəcək. Öz daxilindəki səs bugün sənə çox şey deyə bilər. İnsanlarla münasibətlərdə bir qədər daha diqqətli və həssas yanaşmaq faydalıdır. Bəzi söhbətlər gözlədiyindən fərqli istiqamətdə inkişaf edə bilər, amma bunu gərginliyə çevirmədən sakit şəkildə idarə etmək mümkündür. Fikirlərini sadə və aydın şəkildə ifadə etmək, eyni zamanda qarşı tərəfi səbrlə dinləmək münasibətlərdə balans yaradacaq. Kiçik anlaşılmazlıqların böyüməsinə imkan verməmək üçün anlayışlı olmaq vacibdir. Bugün həm də öz həyatına fərqli gözlə baxmaq üçün yaxşı fürsətdir. Nələrin səni yoruduğunu, nələrin isə sənə yaxşı təsir etdiyini düşünə bilərsən. Kiçik dəyişikliklər etmək istəyi yarana bilər və bu dəyişikliklər sənə daxili rahatlıq gətirə bilər. Hər şeyi birdən dəyişmək məcburiyyətində deyilsən, addım-addım irəliləmək daha rahat və davamlı olacaq. Günün enerjisi səni bir qədər sakitliyə və tək qalmağa çəkə bilər. Bu, pis bir hal deyil, əksinə özünü daha yaxşı anlamaq üçün yaxşı fürsətdir. Özünə vaxt ayırmaq, biraz dincəlmək və düşüncələrini toparlamaq günün sonunda səni daha rahat hiss etdirəcək. Bugünün mesajı: tələsmən, bəzən ən doğru yolu sakit qalaraq və diqqətlə baxaraq tapmaq olur. Balıq Bürcü 28 Mart 2026 Balıq Bürcünün günlük proqnozu. Bugün balıqlar üçün daxili hisslər və intuisiya daha da güclənə bilər. Gün ərzində baş verən hadisələrə adi günlərdən daha fərqli reaksiya verə bilərsən və bu, səni biraz düşüncələrə qərq edə bilər. Hər şeyi olduğu kimi qəbul etmək və özünü bu axına çox sərt şəkildə qarşı qoymamaq daha rahat olacaq. Eyni zamanda hisslərini anlamağa çalışmaq və nəyin səni narahat etdiyini müəyyən etmək sənə daxili aydınlıq verə bilər. İnsanlarla münasibətlərdə bugün səmimiyyət xüsusi rol oynayacaq. Yaxınlarınla ürəkdən edilən söhbətlər səni yüngülləşdirə bilər. Əgər içində saxladığın sözlər və ya hisslər varsa, onları sakit və uyğun şəkildə ifadə etmək üçün yaxşı zamandır. Qarşı tərəfi dinləmək, onun hisslərinə anlayışla yanaşmaq münasibətlərdə daha dərin bağlar yarada bilər. Kiçik diqqət və qayğı jestləri belə böyük təsir göstərə bilər.
Bugün biraz öz dünyana çəkilmək istəyi də yarana bilər. Bu, qaçış deyil, əksinə özünü toplamaq və daxili tarazlığı bərpa etmək üçün bir ehtiyacdır. Sevdiyin məşğuliyyətlərə vaxt ayırmaq, musiqi dinləmək, yazmaq, gəzmək və ya sadəcə sakit bir mühitdə olmaq sənə yaxşı təsir edəcək. Xəyal qurmaq və gələcək haqqında düşünmək də səni ruhən qidalandıra bilər. Günün enerjisi sakit və axıcıdır, amma bir qədər dalğavari hiss oluna bilər. Ona görə də özünü yormamaq, hər şeyi məcburiyyətə çevirməmək və günün ritminə uyğunlaşmaq daha doğru olacaq. Özünə qarşı yumşaq davranmaq bugün ən doğru seçimlərdən biridir. Bugünün mesajı, hisslərini gizlətmə, amma onların səni yönəltməsinə də icazə vermə, tarazlığı tapmaq sənə rahatlıq gətirəcək. Qoç bürcü 28 Mart 2026 Qoç bürcünün günlük proqnozu. Bugün qoçlar üçün enerji və hərəkətlilik ön planda olacaq, amma onu düzgün istiqamətə yönəltmək vacibdir. Günə motivasiya ilə başlaya bilərsən, amma bəzən tələskənlik və ani qərarlar problemlər yarada bilər. Hər şeyi dərhal həll etməyə çalışmaq əvəzinə bir anlıq dayanıb vəziyyəti dəyərləndirmək sənə daha aydın nəticələr verəcək. Sakitlik və ölçülmüş addımlar bugün xüsusilə faydalı olacaq. Öz hisslərini dinləmək və nə istədiyini müəyyənləşdirmək sənin üçün yol göstərici rolunu oynayacaq. İnsanlarla münasibətlərdə yumşaqlıq və səbr göstərmək önəm daşıyır. Bəzi söhbətlər gərginləşə bilər, amma fikirlərini diqqətlə və açıq şəkildə ifadə etmək vəziyyəti hamarlaşdıracaq. Qarşı tərəfi dinləmək və onun baxışını anlamağa çalışmaq münasibətlərin daha dərin və səmimi olmasına kömək edəcək. Kiçik anlaşılmazlıqların böyüməsinə imkan verməmək üçün anlayışlı olmaq bugün sənin üçün vacibdir. Bugün həm də işlərini tamamlayıb başa çatdırmaq üçün əlverişlidir. Yarımçıq qalan məsələlərə diqqət yetirmək və hər şeyi addım-addım həll etmək günün sonunda sənin üçün rahatlıq yaradacaq. Yeni layihələrə başlamaq istəyi olsa da, əvvəlcə mövcud işləri nizamlı şəkildə bitirmək daha uğurlu olacaq. Bu yanaşma həm özünə inamını artıracaq, həm də günün axarını sakitləşdirəcək. Günün ümumi enerjisi hərəkətli, amma bir qədər dəyişkən ola bilər. Öz enerjini düzgün idarə etmək, tələskənliyə qapılmamaq və arada özünə fasilə vermək günün keyfiyyətini yüksəldəcək. Öz ritmini qorumaq və hər şeyi tədricən etmək sənə həm ruhən, həm də fiziki olaraq fayda verəcək. Bugünün mesajı, enerjini tələskənliyə yox, düşünülmüş və planlı addımlara yönəlt. Bugün irəliləyişin açarı səbrindədir. Boğa bürcü 28 Mart 2026 Boğa bürcünün günlük proqnozu. Bugün boğalar üçün sakitlik və diqqət ön planda olacaq. Gün ərzində qarşılaşdığın vəziyyətlər səni dayanıb hər şeyi bir qədər daha dərindən düşünməyə və hadisələrə səbrlə yanaşmağa sövq edə bilər. Ani qərarlardan qaçmaq və hər addımı ölçüb biçmək bugünün əsas açarı olacaq. Öz hisslərinə qulaq asmaq və daxili səsini dinləmək sənə düzgün istiqamət göstərəcək, həmçinin gün ərzində qarşılaşdığın situasiyalara daha soyuqqanlı yanaşmağa kömək edəcək. İnsanlarla münasibətlərdə anlayış və yumşaqlıq ön planda olacaq. Bəzi söhbətlərdə fikir ayrılığı yarana bilər, amma sakit yanaşma və diqqətli ünsiyyət sayəsində hər şeyi yoluna qoymaq mümkündür. Qarşı tərəfi dinləmək, sözlərini ölçüb biçmək və qarşılıqlı hörmət göstərmək münasibətlərdə harmoniyanı qoruyacaq. Yaxınlarının göstərdiyi kiçik diqqət və qayğı səni ruhən yüngülləşdirəcək və özünü daha rahat hiss etməyinə səbəb olacaq. Bugün həm də öz düşüncələrinə və gündəlik vərdişlərinə fokuslanmaq üçün əlverişlidir. Nələrdən vaz keçməli olduğunu, nələrin isə davam etməsinin faydalı olduğunu müəyyənləşdirmək sənə aydınlıq gətirəcək. Kiçik addımlarla irəliləmək, dəyişiklikləri tədricən həyata keçirmək həm rahatlıq, həm də stabillik yaradacaq. Gündəlik rutinində sadə, lakin xoşuna gələn anlara vaxt ayırmaq da günün axarını müsbət istiqamətə yönəldəcək. Günün enerjisi ümumilikdə sakit və sabitdir, amma sənə özünü dəyərləndirmək və həyatını gözdən keçirmək üçün fürsət verir. Özünü yormamaq, hər şeyi məcbur etmədən tədricən həll etmək və kiçik şeylərdən həzz almaq günün keyfiyyətini artıracaq. Bugünün mesajı, sakitliyini qoruyaraq irəlilə və unutma ki, kiçik addımlar böyük nəticələrə gətirib çıxarır. Əkizlər bürcü
28 Mart 2026 Əkizlər bürcünün günlük proqnozu. Bugün əkizlər üçün ünsiyyət və diqqət toplamaq ön planda olacaq. Gün ərzində qarşılaşdığın hadisələr səni biraz daha düşünməyə və hər şeyi fərqli baxış bucağından qiymətləndirməyə sövq edə bilər. Sözləri və hərəkətləri diqqətlə seçmək faydalı olacaq, çünki kiçik anlaşılmazlıqlar daha böyük gərginliklərə çevrilə bilər. Öz hisslərinə və intuitiv siqnallarına qulaq asmaq sənə doğru istiqamət göstərəcək. İnsanlarla münasibətlərdə açıq və anlayışlı olmaq vacibdir. Bəzi söhbətlər gözlədiyindən fərqli inkişaf edə bilər, amma sakit və diqqətli ünsiyyət hər şeyi yoluna qoymağa kömək edəcək. Qarşı tərəfi dinləmək və sözlərini ölçüb biçmək münasibətləri gücləndirəcək. Yaxınlarının göstərdiyi dəstək və kiçik diqqətlər səni ruhən rahatladacaq və günün axarını daha səmərəli edəcək. Bugün həm də öz planlarını və gündəlik işlərini gözdən keçirmək üçün əlverişlidir. Nələri davam etdirmək, nələri isə buraxmaq lazım olduğunu müəyyənləşdirmək sənin üçün aydınlıq yaradacaq. Yeni fikirlər yarana bilər, amma onları tələskənliklə reallaşdırmaq əvəzinə yavaş-yavaş addımla-addım icra etmək daha doğru olacaq. Kiçik uğurlar günün sonunda böyük məmnuniyyət hissi verə bilər. Günün ümumi enerjisi bir qədər hərəkətlidir, amma sakitliyi qorumaq və ani reaksiya verməmək sənin üçün faydalıdır. Öz ritmini tapmaq, arada dayanıb nəfəs almaq və kiçik detalların həzzini çıxarmaq günün keyfiyyətini artıracaq. Bugünün mesajı, sözlərinə və hərəkətlərinə diqqət yetir, hər şeyi tələsmədən addımla-addım irəlilə, günün axarı sənin harmoniya tapmağınla bağlıdır. Xərçəng bürcü. 28 Mart 2026 Xərçəng bürcünün günlük proqnozu. Bugün xərçənglər üçün daxili duyğular ön planda olacaq. Gün ərzində ətrafdakı hadisələr səni bir qədər daha həssas edə bilər və bu düşüncələrini toplamağa və nələri həqiqətən istədiyini müəyyən etməyə sövq edəcək. Ani reaksiya vermək əvəzinə bir anlıq dayanıb vəziyyətə baxmaq daha düzgün addımlar atmağa kömək edəcək. Öz hisslərinə qulaq asmaq və onları anlamağa çalışmaq günün əsas açarı olacaq. İnsanlarla münasibətlərdə empati və anlayış ön planda olacaq. Bəzi söhbətlərdə fərqli baxış bucaqları ortaya çıxa bilər, amma sakit və diqqətli ünsiyyət vəziyyəti hamarlaşdıracaq. Qarşı tərəfi dinləmək və onun hisslərini nəzərə almaq münasibətlərdə isti və səmimi əlaqələr yaradacaq. Yaxınlarının göstərdiyi kiçik diqqət səni rahatladacaq və özünü daha güvənli hiss etməyə imkan verəcək. Bugün həm də özünü qiymətləndirmək və həyatına yenidən baxmaq üçün əlverişlidir. Nələri davam etdirmək, nələri isə buraxmaq lazım olduğunu düşünmək sənə aydınlıq verəcək. Kiçik addımlarla irəliləmək və dəyişiklikləri tədricən həyata keçirmək daha səmərəli olacaq. Həyatında sadə və xoş anlara diqqət yetirmək də günün axarını müsbət istiqamətə yönəldəcək. Günün enerjisi sakit və düşüncəlidir. Öz ritmini qorumaq, özünü yormamaq və hər şeyi tədricən həll etmək günün keyfiyyətini artıracaq. Bu, həm də daxili tarazlığını bərpa etmək üçün yaxşı fürsətdir. Bugünün mesajı, hisslərinə qulaq as, sakitliyini qoruyaraq addım at, hər şey zamanla sənin xeyrinə formalaşacaq. Şir bürcü. 28 Mart 2026 Şir bürcünün günlük proqnozu. Bugün şirlər üçün diqqət və enerji balansı vacib olacaq. Gün ərzində qarşılaşdığın vəziyyətlər səni bir qədər düşünməyə və hər şeyi daha geniş baxış bucağından qiymətləndirməyə vadar edə bilər. Tələskən addımlar atmaq əvəzinə hər şeyə biraz fasilə vermək və hadisələri müşahidə etmək daha faydalı olacaq. Öz hisslərini dinləmək və nəyə ehtiyac duyduğunu anlamaq günün əsas istiqamətini göstərəcək. İnsanlarla ünsiyyətdə anlayış və yumşaqlıq ön planda olacaq. Bəzi söhbətlər gözlədiyindən fərqli istiqamət ala bilər, amma sakit və diqqətli ünsiyyət hər şeyi yoluna qoymağa kömək edəcək. Qarşı tərəfi dinləmək və sözlərini ölçüb biçmək münasibətlərin daha dərin və səmimi olmasına şərait yaradacaq. Yaxınlarından gələn kiçik diqqət və dəstək səni ruhən rahatladacaq və günün axarını müsbət istiqamətə yönəldəcək. Bugün həm də şəxsi planlar və gələcək haqqında düşünmək üçün əlverişlidir. Nələri davam etdirmək, nələri isə dəyişdirmək lazım olduğunu nəzərdən keçirmək faydalı olacaq. Kiçik addımlarla irəliləmək və hər şeyi tədricən həyata keçirmək günün səmərəli keçməsini təmin edəcək.
Özünü yormamaq və hər şeyi tədricən həll etmək isə daxili rahatlıq verəcək. Günün enerjisi bir qədər sakit, amma düşüncəyə çəkən xarakter daşıyır. Öz ritmini qorumaq, tələsməmək və kiçik müsbət anların dadını çıxarmaq günün keyfiyyətini artıracaq. Bugünün mesajı: sakitliyini qoruyaraq addım at. Hər kiçik addım səni istədiyin istiqamətə yaxınlaşdıracaq. Qız bürcü 28 Mart 2026 Qız bürcünün günlük proqnozu. Bugün qızlar üçün diqqət və düşüncə tələb edən bir gündür. Hadisələr səni biraz dayandırıb, hər şeyi daha dərindən qiymətləndirməyə və baş verənləri daha geniş baxış bucağından görməyə sövq edə bilər. Tələskən qərarlardan uzaq durmaq, hər addımı ölçüb biçmək və situasiyaları diqqətlə müşahidə etmək bu günün əsas açarı olacaq. Öz hisslərinə qulaq asmaq, daxilindən gələn siqnalları nəzərə almaq və qərarlarını buna uyğun vermək sənə düzgün istiqamət göstərəcək. İnsanlarla münasibətlərdə yumşaqlıq, səbr və anlayış ön planda olacaq. Bəzi söhbətlər gözlədiyindən fərqli istiqamət ala bilər, amma sakit və diqqətli ünsiyyət hər şeyi yoluna qoymağa kömək edəcək. Qarşı tərəfi dinləmək, onun baxış bucağını anlamağa çalışmaq və sözlərini diqqətlə seçmək münasibətlərin daha dərin və səmimi olmasına şərait yaradacaq. Yaxınlarından gələn kiçik diqqət və dəstək səni ruhən rahatladacaq, özünü daha güvənli və dinc hiss etməyinə imkan verəcək. Bugün həm də şəxsi planları, gündəlik vərdişləri və gələcək məqsədləri gözdən keçirmək üçün əlverişlidir. Nələri davam etdirmək, nələri isə buraxmaq lazım olduğunu müəyyənləşdirmək sənə aydınlıq verəcək. Kiçik addımlarla irəliləmək və dəyişiklikləri tədricən həyata keçirmək günün sonunda rahatlıq və məmnuniyyət hissi yaradacaq. Həyatında sadə, amma xoş anlara diqqət yetirmək və kiçik uğurları qeyd etmək də əhvalını yüksəldəcək. Günün enerjisi sakit və stabildir, amma səni düşünməyə və hər şeyi planlı şəkildə yerinə qoymağa çağırır. Öz ritmini qorumaq, tələsməmək və hər şeyi tədricən həll etmək günün keyfiyyətini artıracaq. Arada özünə fasilə vermək, dincəlmək və kiçik zövqlərdən həzz almaq daxili tarazlığı bərpa etməyə kömək edəcək. Bugünün mesajı: sakitliyini qoruyaraq addım at və unutma ki, hər kiçik addım səni böyük nəticələrə aparır. Öz ritminlə irəlilə, hər şey zamanla yoluna düşəcək. Tərəzi bürcü 28 Mart 2026 Tərəzi bürcünün günlük proqnozu. Bugün tərəzilər üçün balans və diqqət ön planda olacaq. Gün ərzində qarşılaşdığın vəziyyətlər səni biraz dayandırıb, hər şeyi daha dərindən düşünməyə və diqqətlə qiymətləndirməyə vadar edə bilər. Ani qərarlardan uzaq durmaq, hər addımı ölçüb biçmək və situasiyaları soyuqqanlılıqla dəyərləndirmək faydalı olacaq. Öz hisslərinə qulaq asmaq və daxili səsini dinləmək günün əsas istiqamətini müəyyən edəcək. İnsanlarla münasibətlərdə yumşaqlıq və anlayış xüsusi rol oynayacaq. Bəzi söhbətlər gözlədiyindən fərqli istiqamət ala bilər, amma sakit və diqqətli ünsiyyət hər şeyi yoluna qoymağa kömək edəcək. Qarşı tərəfi dinləmək, onun baxışını anlamağa çalışmaq və sözlərini diqqətlə seçmək münasibətləri gücləndirəcək. Kiçik diqqət və qayğı jestləri həm sənin, həm də yaxınlarının əhvalını yaxşılaşdıracaq. Bugün həm də şəxsi planlara və gündəlik işlərə diqqət yetirmək üçün əlverişlidir. Nələri davam etdirmək, nələri isə buraxmaq lazım olduğunu müəyyənləşdirmək sənə aydınlıq verəcək. Kiçik addımlarla irəliləmək və dəyişiklikləri tədricən həyata keçirmək günün sonunda rahatlıq və məmnuniyyət hissi yaradacaq. Həmçinin sadə və xoş anlara diqqət yetirmək, özünü kiçik uğurlarla mükafatlandırmaq enerjini artıracaq. Günün ümumi enerjisi sakit və balanslıdır, amma biraz diqqət tələb edə bilər. Öz ritmini qorumaq, tələsməmək və hər şeyi addım-addım həll etmək günün keyfiyyətini yüksəldəcək. Özünə vaxt ayırmaq və arada dayanıqlılığını bərpa etmək də faydalıdır. Bugünün mesajı: sakitliyi qoruyaraq hərəkət et, hər addımı ölçüb biç, balans tapdıqca yolun açıq olacaq. Əqrəb bürcü 28 Mart 2026 Əqrəb bürcünün günlük proqnozu. Bugün əqrəblər üçün hisslər və diqqət ön planda olacaq. Gün ərzində qarşılaşdığın hadisələr səni biraz dərinə çəkə və hər şeyi daha diqqətlə dəyərləndirməyə sövq edə bilər.
Ani və tələskən qərarlardan uzaq durmaq, hər addımı ölçüb biçmək və situasiyaları sakitcə müşahidə etmək faydalı olacaq. Öz daxilindən gələn siqnalları dinləmək bugün sənin üçün yol göstərici olacaq. İnsanlarla ünsiyyətdə anlayış və yumşaqlıq ön planda olacaq. Bəzi söhbətlər gözlədiyindən fərqli istiqamətdə inkişaf edə bilər, amma sakit və diqqətli yanaşma münasibətləri qorumağa kömək edəcək. Qarşı tərəfi dinləmək, onun baxış bucağını anlamağa çalışmaq və sözlərini seçərək demək münasibətləri daha dərin və səmimi edəcək. Yaxınlarının göstərdiyi kiçik diqqət səni ruhən yüngülləşdirəcək və günün axarını müsbət istiqamətə yönəldəcək. Bugün həm də şəxsi planları və gündəlik məsələləri gözdən keçirmək üçün əlverişlidir. Nələri davam etdirmək, nələri isə buraxmaq lazım olduğunu müəyyənləşdirmək günün sonunda rahatlıq və aydınlıq yaradacaq. Kiçik addımlarla irəliləmək, dəyişiklikləri tədricən həyata keçirmək sənin üçün daha səmərəli olacaq. Həmçinin sadə və xoş anlara diqqət yetirmək, özünü kiçik uğurlarla motivasiya etmək enerjini artıracaq. Günün enerjisi sakit və düşündürücüdür. Öz ritmini qorumaq, tələsməmək və hər şeyi addım-addım həll etmək günün keyfiyyətini yüksəldəcək. Özünə vaxt ayırmaq, dayanıqlılığını bərpa etmək və kiçik zövqlərdən həzz almaq daxili tarazlığını qorumağa kömək edəcək. Bugünün mesajı, öz hisslərinə qulaq as, addımlarını düşünərək at, sakitlik və ölçülülük sənin yolunu açacaq. Oxatan bürcü 28 mart 2026 Oxatan bürcünün günlük proqnozu. Bugün oxatanlar üçün hərəkət və diqqət balansı ön planda olacaq. Gün ərzində qarşılaşdığın hadisələr səni düşünməyə və vəziyyətləri daha geniş perspektivdən qiymətləndirməyə vadar edə bilər. Ani və tələskən qərarlardan uzaq durmaq, hər addımı ölçüb biçmək və situasiyaları sakitcə müşahidə etmək faydalı olacaq. Öz daxili səsinə qulaq asmaq, günün istiqamətini düzgün müəyyən etməyə kömək edəcək. İnsanlarla münasibətlərdə anlayış və yumşaqlıq ön planda olacaq. Bəzi söhbətlər gözlədiyindən fərqli istiqamət ala bilər, amma sakit və diqqətli ünsiyyət hər şeyi yoluna qoymağa imkan verəcək. Qarşı tərəfi dinləmək və onun baxış bucağını anlamağa çalışmaq münasibətləri daha dərin və səmimi edəcək. Yaxınlarının göstərdiyi kiçik diqqət və dəstək səni ruhən rahatladacaq və günün axarını müsbət istiqamətə yönəldəcək. Bugün həm də şəxsi planları və gündəlik məsələləri gözdən keçirmək üçün əlverişlidir. Nələri davam etdirmək, nələri isə buraxmaq lazım olduğunu müəyyənləşdirmək sənə aydınlıq verəcək. Kiçik addımlarla irəliləmək, dəyişiklikləri tədricən həyata keçirmək günün sonunda rahatlıq və məmnuniyyət hissi yaradacaq. Sadə və xoş anlara diqqət yetirmək, kiçik uğurlardan zövq almaq enerjini artıracaq. Günün enerjisi hərəkətli, amma düşüncəlidir. Öz ritmini qorumaq, tələsməmək və hər şeyi addım-addım həll etmək günün keyfiyyətini yüksəldəcək. Arada özünə vaxt ayırmaq, dayanıqlılığını bərpa etmək və kiçik zövqlərdən həzz almaq faydalıdır. Bugünün mesajı, sakit və ölçülü addımlarla irəlilə, hər kiçik hərəkət səni istədiyin istiqamətə aparacaq.